Salam, hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə Dövlət İmtahan Mərkəzinin biologiyadan çıxardığı test sınaq toplusunun izahı ilə qarşınızdayıq. İlk öncə birinci sınağımızın izahına başlayaq. Deyir ki, insanın gövdə skeletinə aid olan sümükləri müəyyən edin. Yadınıza saxlayın ki, insan gövdə skeletinə aid onurğa, qabırğa, döş sümüyü. Onurğa da nədən təşkil olunub? Fəqərələrdən təşkil olunub. Ona görə ikini götürürük, qabırğa, bir də döş sümüyü. Bu da eləyir D variantına uyğun gəlmiş olacaqdır. Əgər insan endozonaklı əzələ hüceyrəsində 6 nüvə olarsa, onda bu hüceyrədə neçə atom xromosom olar? Yadınızda saxlayın ki, əzələ hüceyrəsi insanda çox nüvəlidir və 6 nüvə varsa, ümumiyyətlə nüvənin İnsan isə 23 cüt, yəni 46 xromosomu var və onlardan bir cütü cinsi, yəni 24-ü isə autosomdur. Ona görə də biz 6-nı vuracağıq 24-də. 6-nı 24-də vursaq, bu zaman alacaq 264. Bu da C variantına uyğun gəlir. Üçüncü sualımızda soruşur ki, bədən bu boşluqda yerləşən orqanlar, nəfəs borusu, timus, bu yerləşir. Yadınıza saxlayın ki, döş boşluğunda yerləşir. Epifiz, hipofiz bu yerləşir. Kəllə boşluğunda yerləşir. Dalaqın apendiks isə qarın boşluğunda yerləşmiş olur. Deyilənlərimizi ümumiləşdirsək, bu da B variantına uyğun gəlir. Döş, kəllə, qarın. İnsan bədən boşluqlarının ölçülərinə görə böyükdən kiçiyə doğru göstərir. Ümumiyyətlə yadınıza saxlayın ki, insan bədənində 8 dənə boşluq olur. Onların göz yuvası boşluğudur, burun boşluğudur, ağız boşluğudur və kəllə boşluğu. 4-ü başda yerləşir. Bir dənə onurğa kanalı boşluğudur. Onurğa boşluğudur. Sonra isə gövdədə yerləşir döş boşluğu, qarın boşluğu, çanaq boşluğu. Və bizdən də böyüyündən kiçiyə doğru düz dediyinə görə birinci gələcək qarın boşluğu, yəni 2 gələcək. Sonra gələcək döş boşluğu, sonra isə çanaq boşluğu gəlmiş olacaqdır. Bu da D variantına uyğun gəlir. Sonra bizdən sonra hansı əlamətin olması insan məməlilər sinifinə aid olduğunu sübut edən dəlillər deyil. Dəlil deyil. Süd vəzi var insanlar məməllərdə, qulaq seyvanı, dəridə tüklər, dəri vəzlərlə zəngin olması, həm suda qurda yaşayanlarda da vəzlər var, balıqlarda da vəzlər var. Ona görə də quşlarda da dərisində büzdün vəzi vardır. Ona görə biz onu götürə bilmərik. Sonra 6-cı sualda soruşur. İnsan skeletində qabırğalarının sayı ilə bir ətrafındakı barmaqların falanqalarının sayından neçə ədəd çoxdur? İnsanda 24 dənə qabırğası var. Yəni 12 cüt 24 ədəd qabırğası var və bir əlində də barmaq falanqalarının sayı 14 ədəddir. 24-dən 14-ünə çıxsaq biz neçə qalacaq? 10 qalacaq. Bu da Y variantına uyğun gələcək. Sonra 7-ci sualımızda nəyi soruşur bizdən? 7-ci sualımızda körpücük və bazı sümüklər birlikdə skeletin hansı hissəsinə aid etmək olar? Körpücük, bir də bazı sümükləri biz bilirik ki, yuxarı ətrafı skeletinə aiddir. Körpücük yuxarı ətrafın qurşaq hissəsinə, bazı isə sərbəst hissəsinə aiddir. Ona görə də C variantına gəlir. Sonra yetkin insanın sinir hüceyrəsi. Yadınıza saxlayın ki, sinir hüceyrənin sinirlərin əsas funksiyası ondan ibarətdir ki, oyansın və ötürsün. Yəni impulsları ötürsün. Ona görə də oyanır və ötürür. B variantını götürürük. Sonra insanda sinir sisteminə aid deyil. İnsan baxan kimi görür ki, bunlar hamısı işçi orqan sinir sisteminə aid deyil. Sinir sisteminə baş, beyin, onurğa beyin və ondan çıxan sinirlər aiddir. Və sinir düyünləri bunlarda işçi orqan isə bunlara aid deyil. İnsan mərkəzi sinir sistemində yerləşmir. Ümumiyyətlə, yadınıza saxlayın ki, mərkəzi sinir sistemi ara neyronuna aiddir. Ara neyron həm cismi, həm akson, həm dendritdə hamısı mərkəzi sinir sistemində yerləşir. Hərəkət neyronlarının cismi ilə dendriti. Ancaq hissi neyronun cismi isə mərkəzi sinir sistemindən kənarda, mərkəzi sinir sisteminə gedən yollarda olur. Ona görə də cavabımız olur Y variantı. Ara neyronun funksiyasına aid deyil. Bir qayda yadınıza saxlayın ki, ara neyronlar mərkəzi sinir sistemində yerləşir. Hissi neyrondan gələn impulsları hərəkət neyronlara ötürür. Yəni əlaqə yaradır. Bu da D variantına hissi neyron hərəkət neyronlara ötürmək, yəni əlaqə yaratmaqdır.
Şəkildə hansı müayinə üsulu göstərilib? Baxdıqda görürük ki, beynin qeyd olma, bu beyni isə elektrosafilaqrafiya üsulu ilə müayinəsinə göstərilib. X, Y, Z müəyyən antropogenezin hərəkət verici qüvvələr. Antropogenezin hərəkət verici 2 dənə qüvvəsi var, bioloji və sosial. Biolojiya aiddir. İrsi dəyişkən yaşamaq uğrunda mübarizə, təbii seçmə. Yəni burada aid olacaq təbii seçmə. Sosiala aiddir əmək, nitq, şuur, ictimai həyat tərzi. Bu da uyğunlaşır, A variantına uyğun gələcək. 14-cü sualımızda nə soruşur? Orqanoidlər birləşərək bilavasitə əmələ gətirir. Ümumiyyətlə yadınızda saxlayın ki, atomlar hər birinin baş hərfi. Atom birləşib molekul əmələ gətirir. Molekullar əmələ gətirir, molekul birləşmələrini əmələ gətirir, molekul birləşmələri də birləşib orqanoid əmələ gətirir. Orqanoidlər birləşib hüceyrələr də birləşib toxumalar birləşib orqanlar birləşib orqanlar sistemini əmələ gətirir. Burada da nəyisə orqanoidlər birləşir, orqanoidlər birləşib hüceyrəni əmələ gətirəcəkdir. Hansı ifadə doğru deyil? Qarışıq neyron yoxdur. Qarışıq neyron ifadəsi yoxdur. Hissi hərəki hissi neyron var, hərəki neyron var. Ancaq qarışıq neyron yoxdur. Qarışıq sinir var, hissi sinir var, hərəki sinir var. 16-cı sual. Əgər insan bir sinir sistemi müəyyən hissəsində sinir toxuması hüceyrələrinin sayı n-ə bərabərdirsə, buradakı neyronların sayı neçə olar? Biz bilirik ki, sinir hüceyrəsində, yadınıza saxlayın ki, sinir hüceyrəsində bir dənə sinir hüceyrəsi ətrafında 10 dənə peyk qidalandıran peyk hüceyrəsi olur. Yəni 11 dənə sinir toxumasının hüceyrəsinin bir dənəsi neyronudursa, n sayda sinir toxuması hüceyrəsinin neçəsi neyron olacaq? X-imiz da bərabərdir. N bölünsün 11. Bu da C variantına uyğun gəlir. 17-ci sualımızda soruşur. Eylər-Venn diaqrama uyğun bəndləri müəyyən edin. Skelet əzələsi, ürək əzələsi. İlk öncə skelet əzələsinə uyğun xüsusiyyətləri qeyd edəcəyik. Bir iradə olması, bir də sümüyə birləşməsi. Bu skelet əzələsinin xüsusiyyətidir. Qeyri-iradə olması və bir-biri ilə ilişikli birləşməsi isə ürək əzələsinin hər ikisinin ortaq xüsusiyyəti isə ennozolaqlı əzələ olmasıdır. Hansı elm sahəsi insan orqanizmini öyrənmir? Bunlar fiziologiyada, gigiyenda, anatomiyada, genetikada hansı insan orqanizmini öyrənir? Ancaq mikologiya isə göbələyi öyrənir. Ona görə də C. Onurğa beynin daxili hansı neyronların cisimləri yerləşir? Yadınıza saxlayın ki, onurğa beynin daxilində ara və hərəki neyronların cisimləri yerləşmiş olur. 20-ci sualımızda nə soruşur? Uyğunluğu müəyyən edin. Birincinə uyğun gəlir. Ennozolaqlı əzələyə uyğun gələcək udlaq, bir də dil. Sonra ennozolaqlı skelet əzələsinə uyğun. Ennozolaqlı ürək əzələsinə isə ancaq ürək uyğun gələcək. Saya əzəliyə isə uyğun gələcək mədə, yəni D, bir də arteriyalar aid ediləcək. C-ləri də uyğunlaşdıq. 20-ci sualımız cavabı olacaq A variantı. 21. İnsan onurğa beynindən neçə növ çıxır? Ümumiyyətlə yadınıza saxlayın ki, insan onurğa beynindən yalnız bir növ sinir çıxır. O da qarışıq sinir. İnsan bir növ sinir çıxır, o da qarışıq sinirdir. Baş beyindən isə 3 növ sinir çıxır. Yəni hissə, hərəki və qarışıq sinir çıxır. Ancaq bizdən soruşsaydı ki, onurğa beyni neçə cüt sinir çıxır? Deyək ki, o 31 cüt, yəni cüt sinir çıxır. Sonra X-i müəyyən edin. Deməli, üç şöbəsi beyin şöbəsinin iridir. Bu cavab yanlışdır. Onurğa əyriliyi var, döş qəfəsi yanlara doğru genişlənib, əldəki baş barmaq digər barmaqla qarşılaşır. Bu insana aiddir. Bu da D variantı. Sinir toxuması müəyyən hissəsində 446 neyron varsa, onda bu isə cəmi neçə sinir toxuması hüceyrəsi var. Biz bayaq burada elə 26-cı sualımızda dedik ki, yəni bir sinir toxuması hissəsində 11 dənə
Hüceyrə çoxdur ondan. 46-nın 446-nı da 11-ə vursaq eləyəcək 4906. 6-ya bərabər 4906-ya 4906-ya bərabər olmuş olacaqdır. Sonra keçirik 24-cü. Əgər yalnız insan skeleti üçün xarakterik olan əlamətləri müəyyən edin. Burada insan ayağının tağ şəklində olması və onurğanın sütunu 4 əlinin olması insana xarakterik xüsusiyyətidir. İnsanın aşağı ətraf sümükləri aşağıdan yuxarıya doğru ardıcıllıqla göstərin. İnsan, tutalım ki, bu bir qədər primitiv də olsa, bu biz insanın bu aşağı ətrafını çəksək, bu hissəsində nə olur? İnsanın birinci nə olacaq? Pəncəsi olacaq. Yəni 2. Sonra bu hissə gəlir, burada baldırı olur. 1. Sonra isə gəlir, budu gəlir. Bu yuxarı hissəsində isə bud olur. Ondan sonra isə çanaq olmuş olacaqdır. Yuxarı ətrafın sərbəst hissəsinə aiddir. Yadınızda saxlayın, yuxarı ətrafın sərbəst hissəsinə bazu, said, bir də əl pəncəsi aiddir. Yəni 1, 2, bir də 6. 27-ci sualımız. 27-ci sual. Yadınızda saxlayın, bu çanaq sümüydür. Bu isə fəqərədir. Buradan yazın. Bu isə fəqərədir. Bizdən nəyi soruşur? Uyğunluğu müəyyən edin. Birinci necə? Birinci çanaq sümüyünə uyğun gələcək yastı sümük olması. Bir də qurşaq iskeletinə aid olması. Çünki çanaq bilirikdə çanağımız aiddir aşağı ətrafın qurşağına. İkinci, deməli, fəqərələrə aiddir. Fəqərələr qarışıq sümüklərə aiddir. Bir də gövdənin iskeletinə aid olması fəqərənin sümüklərinə aid olan xüsusiyyətdir. Sonra sizə təqdim olmuş situasiyanı diqqətlə oxuyun və burada verilən məlumatlardan istifadə edir. 28-30-cu tapşırıqlar yerinə yetirin. 3 müxtəlif hormonal xəstəliklə tutulmuş insan şəkilləri verilmir. Xəstəlik əlamətləri insanın üz quruluşuna məlumdur. Deməli, bizdən nəyə soruşur? Şəklə əsasən cədvəli tamamlayın. Birinci xəstəliyə baxdıqda görürsünüz ki, miksedermadır. İkincisi bazidovdur. Üçüncüsü isə akromegaliya xəstəliyi. Miksederma nə? Miksederma. İkincisi bazidov. Üçüncüsü isə akromegaliya. Hər birinin baş hərfini yazır. Miksederma yadınıza saxlayın. Qalxana bənzər vəznin hipofunksiyası, yəni hormonun azlığı nəticəsində yaranır. Selikli şiş də deyilir. Yəni bizdə də hansı vəzin? Qalxana bənzər vəzinin soruşur. Bazidov xəstəliyi isə hiperfunksiyası, yəni qalxana bənzər vəznin funksiyasının artması nəticəsində yaranır. Yenə də hansı vəz soruşduğuna görə biz yazırıq qalxana bənzər vəz. Sonra isə akromegaliya isə hipofiz vəzinin böyüməsi və hiperfunksiyasının pozulması nəticəsində yaranır. Yəni bu da olur. Nədir? Hipofiz vəzi. Burada yazırıq hipofiz. Deməli, bizdən nəyə soruşur? Hansı şəkildə kəllə boşluğunda yerləşən vəzin pozulması nəticəsində yaranan xəstəlik? Deməli, bu dedik ki, 3-cü hipofiz vəzi. Hipofiz vəzi də hansı yerdə yerləşir? Kəllə boşluğunda yerləşmiş olur. Ona görə buraya yazırıq 3. Fəaliyyətin pozulması ikinci şəkildəki xəstəliyin meydana çıxmasına səbəb olan vəzin ifraz etdiyi hormonların adını yazın. Bunlarda qalxana bənzər vəzidir. Vəz olaraq qalxana bənzər vəzi və qalxana bənzər vəzi tireoksin hormonu ifraz eləyir. Bir də trionin hormonu ifraz eləyir. Bir də qanda kalsium mübadiləsini tənzim eləyən kalsitonin hormonu ifraz etmiş olur. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.